Verilişin baş sponsoru Best Beef ət və ət məhsulları. Salam, hər vaxtınız xeyir olsun. MTV Azərbaycanın efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün fizioterapiyadan danışacağıq. Skalyoz və kifoz xəstəliyi, hansı ki, bəzən biz bu xəstəliyin nədən yaranması və hansı istiqamət üzrə irəliləməsinin, ümumiyyətlə müalicə istiqamətinin hardan başlanğıcının belə fərqində deyilik. Təbii ki, mövzumuzla bağlı daha geniş müzakirə etmək üçün studiyamıza dəyərli mütəxəssis dəvət etmişəm. İlk olaraq onu sizə təqdim edim. Bugünkü qonağımız Bioses Tibb Mərkəzinin fizioterapevt, reabilitoloq həkimi Ravil Hüseynov. Doktor, xoş gəldiniz. Xoş gördük. Mən də buradan hər kəsi salamlayıram. Bu verilişə dəvət etdiyiniz üçün sizə minnətdarlığımı bildirirəm. Əslində biz təşəkkür edirik ki, dəvətimizi qəbul edib gəldiniz. Bugün fizioterapiyadan bir fizioterapevt olaraq istəyəcəm xüsusi bu məsələyə toxunuş edək. Bəzən biz fizioterapiya deyəndə çox təəssüflər olsun ki, bu çərçivəni çox cılız və bəsit görürük. Bəzən burada ümumi masaj formalarından tutmuş, manual terapiyaya tutmuş. Yəni bu qədər belə deyək, böyük bir elmi praktik təcrübəni özündə birləşdirən sahə insanların nədənsə şuur və təfəkküründə çox cılızlaşmış formadadır. Ümumiyyətlə bu sahədə haqqında istəyəcəm qısaca bir arayış, bir toxunuş edək. Ümumiyyətlə hansı xəstəliklərdə fizioterapiya daha çox önəmlidir, qaçılmazdır, danılmazdır, nə kimi xəstəliklərdə özünü hansı formada göstərir? Buradan istəyə başlayaq. Buyurun. İlk öncə fizioterapiya haqqında bir giriş vermək istəyərdim ki, fizioterapiya elmi nədir? Fizioterapiya tibbin ən əsas bir sahələrindən biridir. Ümumiyyətlə, insan orqanizmində olan fiziki dəyişiklikləri, fiziki sağlamlığı geri qaytarmaq üçün istifadə etdiyimiz bir tibbin sahəsidir. Fizioterapiyada ümumiyyətlə müalicə etdiyimiz problemlər ən əsası onurğa problemləridir və bununla yanaşı əzəliyə bağlı olan, yəni ümumi desək, dayaq hərəkət aparatında olan problemləri müalicə edirik. Və burada təbii ki, dayaq hərəkətləri, duruş hərəkətlərimizdən tutmuş bütövlükdə insanın anatomik quruluşunda əgər hansısa bir struktur və funksional dəyişiklik varsa, həmən ağlımıza bu gəlir. Hansı ki, biz bugün xüsusi olaraq mövzunu skalyoz və kifoz deyə əbəs yerə qoymadıq. Ümumiyyətlə, insanların bəzən çox təəssüflər olsun ki, özümüzə də diaqnoz qoyuruq. Qamət əyriliyi. Bu bilirik ki, bir neçə xəstəliklər fonunda da yarana bilər. Qamətimizdə, oturuşumuzda, yerişimizdə bir problem olanda həmin özümüzdə müəyyən bir diaqnozlar qoyulur. Skalyoz əslində çox ciddi, tutarlı və peşəkar tərəfindən diaqnozu qoyulmuş bir xəstəlikdir. Mən istəyəcəm buna bir toxunaq. Əgər bütöv bu məsələ onurğa ətrafında baş verirsə, bizim əsas dayanıqlıq gücümüz, belə deyək də, bizim sütunu bərkimiz, məsələ oradan başlayır, deyilmi? Burada nələr baş verməlidir ki, bizdə bax dediyimiz onurğadakı bu problemlər hardan qaynaqlanmalıdır ki, artıq skalyoza qədər gəlib çıxaq. Bax, bu mərhələyə istəyəcəm bir keçid eləyək. Buyurun. Bəli, ümumiyyətlə skalyoz haqqında danışmalı olsaq, skalyoz nədir? Elmi bir tərif olaraq, skalyoz onurğanın frontal müstəvidə yanlara, fərqi yoxdur, yəni sağa və yaxud sola əyilməsi nəticəsində yaranan bir problemdir. Bu əyilmədən nə formada baş verir? Ümumiyyətlə, onurğa ətrafında onurğamızı dik saxlayan əzələ qrupları var. Bunlar elektrospinalar adlanır. Bu əzələ qrupları zəiflədikdə, ümumiyyətlə təkcə əzələ qruplar deyil, onurğa ətrafında olan bağların, bağ toxumasının zəifləməsi nəticəsində onurğamız istiqamətini dəyişir, yan istiqamətə. Onun yəni fərqi yoxdur, ümumiyyətlə sağa və yaxud sola da ola bilər. Hansı qrup əzələlər daha zəifləsə, o istiqamətin əksi istiqamətində onurğamız əyilir. Çünki onurğanı saxlaya bilmir əzələlər və onu avtomatik olaraq əksi tərəfə əyir. Və bundan əlavə olaraq əksi tərəfdə olan əzələ qrupları spazmatik bir vəziyyət alır. Daha çox spazma girirlər və bunun nəticəsində də onurğamız əyilir. Və əlavə olaraq da bunu deyə bilərəm ki, bu təkcə yanlara formada, əyilmə formasında deyil, rotasional, yəni onurğanın dönməsi nəticəsində də baş verir. Deməli, yaranma səbəbləri də müxtəlif ola bilər, amma sonucda nəticə budursa, duruş pozğunluğu ilə skalyoz eyni şeydirmi, deyə bilirikmi? Belə desək, ümumi məsələn, duruş pozğunluğu var, bir də skalyoz ümumiyyətlə problemi var. Skalyoz onurğanın əyilməsi deməkdir. Duruş pozğunluğu da məsələn skoliotik bir vəziyyət, duruş pozğunluğu. Bu onurğanın əyilməsi deyil, sadəcə əzələ qruplarının, bağ toxumalarının zəifləməsi nəticəsində onurğamız sadəcə istiqamətini dəyişir və onu geri əvvəlki vəziyyətinə qaytarmaq olur.
Təbii ki, skalyozu da qaytarmaq olur, amma onurğa əyildiyinə görə onun prosesi biraz gec olur. Gec olur və təbii ki, insanlar bəzən də biz özümüzdə bir neçə xəstəlik və problemlərin olmasını hardasa hiss edirik, amma əslində adı nədir, hansı xəstəlikdir deyə bilmirik. Məsələn, normalda insan necə anlamalıdır ki, məsələn, məndə skalyoz var? Normalda insan necə anlamalıdır? Ümumiyyətlə belə baxsaq, vizual olaraq onurğada əyriliyi görmək üçün ilk öncə skapulalar, yəni skapula dediyimiz kürək sümüklərinə nəzər yetirmək lazımdır. Bunu hər hansı bir güzgünün qarşısında da baxıb görmək olar ki, çiyinlərdə asimetriya var, biri yuxarıda, biri aşağıdadır. Sonra skapulaların çıxıntıları var, onlar arasında asimetriya yaranır. Yəni onunla da nəzərə çarpmaq olar bunu. Bir də çanaq hissəsində asimetriya yaradır bunlarda. Çanaqda olan asimetriya da skalyozla qaynaqlı ola bilər. Bizdə elə bununla bağlı video görüntümüzü efir rejissorundan xahiş eləyəcəm. Təbii ki, burada bir neçə, əslində fizioterapiya prosedurları çox şaxəlidir. Özünü bir neçə var. Bu, yəqin ki, xəstənin özünün daşıdığı ağırlıq dərəcəsinə və xəstəliyinə görə onlara bu metodlar uyğulanır, deyilmi? Məsələn, bir insana uygulanan metod fərdi insana görə dəyişir, başqa insanın o xəstəlik daşıyıcısına uygulana bilməz. Və burada bir neçə prosedurlar var ki, mərhələli və kompleks formasında aparılır, deyilmi? Mən həmin o kadrları yenidən efirə verməyimizi efir rejissorundan xahiş eləyəcəm. Aha. Burada daha çox skalyoz da var, ümumiyyətlə burada kifoz problemi də var. Kifoz problemində də yenə də biz zəifləmiş əzələ qruplarını gücləndiririk. Bu istifadə etdiyimiz metod cupping terapiyasıdır. Yəni elmi dildə açıqlamasını versək, tibbi bankalama desək daha yaxşı olar. Burada iqla terapiyadan istifadə edirik. Bu mobilizasiya texnikasıdır. Bunların hamısının açıqlamasını verəcəyəm. Yəni mobilizasiya manual müdaxilənin bir qolu hesab edilir ümumiyyətlə. Sadəcə insanlara çatdırdıqda manual terapiya dedikdə sadəcə şak, şuk, sındırma falan belə başa düşürlər. Amma manual müdaxilə əllə olunan müdaxilə, toxumanın mobilizasiyası dediyimiz metoddur. Başqa burada elektromiyostimulasiya aparatından istifadə edirik. O da zəif əzələ qruplarını gücləndirmək üçün istifadə olunur. İqla terapiyadan istifadə edirik. İqla terapiya ümumiyyətlə nədir? İqla terapiya spazmda olan əzələ qruplarına tətbiq edilir. Orada mikro travma yaradır. Yəni süni zədə və bunun nəticəsində lokal olaraq həmin nahiyədə olan qan dövranının sürətlənməsinə kömək edir. Və bunun nəticəsində də spazm aradan qaldırılır. Yəni əsas məqsəd oradakı spazmı qaldırmaqdır. Təbii ki, doktor, baxın, bu prosedurlar dediyiniz kimi insanın özünün hansı xəstəlik və ağırlıq dərəcəsinə bölür. Ümumiyyətlə, kifoza toxundunuz. Kifoz və lordoz bilirik ki, bu əsas xəstəliyin içərisində çox aparıcı bir qüvvədir. Burada indi biz onurğadan danışdıq. Onurğada baş verəcək xəstəlik, təbii ki, bu bizdə yuxarıya doğru olacaq kifozun. Burada onurğada olan problemlər bunları yaradır, yoxsa birinci kifoz olaraq hansısa bir formada yaranır və bizdə ağırlıq çökür onurğaya və onurğadan da aşağı yan tərəflərə, ayaqlarımıza qədər gəlir. Yəni, onurğada bir problemin olması mütləq göstəricidir ki, bu burada kifozun və skalyozun qaçılmazdır. Bunlar mütləq olacaq. Yoxsa kifoza bənzər xəstəlik yaranır, o sonradan bizdə onurğada. Yəni, hansı xəstəlik hansını ardıca gətirir, onu vurğulamağınızı istəyəcəm. Yəni, ümumiyyətlə desək, skalyozun və yaxud kifozun yaranma səbəblərini nəzərə alsaq, bu daha geniş bir mövzudur. Çünki, məsələn, skalyoz konjenital formada da ola bilər, anadan gəlmə yarana da bilər, əlavə bir problemlər nəticəsində də yarana bilər, skalyozda, kifozda. Məsələn, ümumiyyətlə nəzərə alsaq, çanaqda başqa bir asimetriya var və bununla qaynaqlı olaraq skalyoz əmələ gəlir. Və tam əksi də ola bilər. Yəni, onurğa əyilsin və bunun nəticəsində də çanaqda və yaxud digər kürək sümüklərində falan asimetriya yaransın və bunlar bir-biri ilə qarşılıqlıdır. Yəni, elə də ola bilər, belə də ola bilər. Yəni, bunu tam diaqnoz qoyulduqdan sonra xəstənin ümumi anamnez tarixçəsinə baxırıq ki, peşəsi nədir ümumiyyətlə, nə işlə məşğul olub, nələr yaradıb bunu. Həyat tərzi buna çox təsir edir. Ümumiyyətlə, genetik də ola bilər. Qidalanmasından da asılı ola bilər. Burada əyriliklərdən danışdıq. Burada təbii ki, onurğa əyriliyi var, çanaq əyriliyi var, bir neçə əyrilik. Bu əyriliklər bizdə hansı yaşda başlaya bilər? Bunlar mütləqdir ki, bir travmatik zədəmi olsun, doğuşdan da mı yarana bilər? Bəli, doğuşdan da yarana bilər. Bunun yaranma səbəbləri yenə də vurğuladığım kimi bir çox səbəblər ola bilər. Biz bunları bölürük. Qruplara bölürük. Məsələn, skalyozu nəzərə alsaq, belə deyə bilərik ki, məsələn, doğuşdan da yarana bilər, konjenitaldır. Doğulan andan 3 yaşa qədər biz buna infantil
skalyoz deyilik. Bundan sonra 4 yaşdan 10 yaşa qədər juvenil skalyoz deyilik. Bu yaş ərəfəsində baş verir və ən sonda da 10 yaşdan 18 yaşa qədər, yəni yeniyetməlik dövründə adolesans skalyoz deyə bilərik bunlara. Gizlin gedən bir məqamları varmı ki, bunlar təbii ki, o doğuşdan olur, amma biruzə vermir. Müəyyən yaş dönəmində artıq qabarır. Məsələn, 15-18 yetkinlik dönəmində, yeniyetməlik dönəmində birdən anidən qabarıb ortaya çıxması kimi bir göstəricisi varmı bu xəstəliyin? Yəni belə deyim, ümumiyyətlə doğuş halından fərd olaraq nəzarətdə olunmalıdır, daimi baxılmalıdır ki, onurğa nə vəziyyətdədir, ümumiyyətlə digər sistemlərdə də nəzərə almaq lazımdır ki, onurğa nə vəziyyətdədir və bu yetkin yaşlarda daha böyük problemlərə yol açmasın. Nəzərə almaq lazımdır. Bəli, orada mütləq ki, nəzərə almalısınız. Çox əslində vacib məsələlərə toxundunuz. Doktor, bunun müalicəsində sırf olaraq konkret bu müalicəni apara biləcək mütəxəssisə kimdir? Hansı formada müalicə aparılır və biz bildik, bilmədik, məndə skalyoz var deyə istənilən masaj prosedurları, yəni bu necə gəldi deyə masaj və yaxud da manual terapiyanın belə deyək də artıq anidən düşünmədən belə müraciət əsasında bunlar mənə uygulana bilərmi? Yoxsa bilmədən, bunu tam həkim tərəfindən olmadan uygulanan proseslərdə bizdə ciddi fəsadlar yaratma təhlükəsi varmı? Bəli, bəli. Ümumiyyətlə belə vurğulayım ki, bu proses fizioterapevtlər tərəfindən həyata keçirilir, yəni fizioterapevt reabilitoloqlar tərəfindən həkimlər tərəfindən həyata keçirilir. Ümumiyyətlə belə baxsaq, burada təkcə fizioterapiyanın rolu yox, reabilitasiyanın da rolu çox önəmlidir. Yəni sadəcə bunu masaj elədim, idmanlar elətdirdim, bununla skalyoz düzəlmir. Bəzən bizə deyirlər ki, üzgüçülük skalyozu düzəldirmi? Üzgüçülük skalyozda heç bir təsiri yoxdur. Əksinə, bu formada üzdükdə kifoz vəziyyətini daha çox artırır. Yəni bunun ən əsasını 60%-ni belə desək, reabilitasiya təşkil edir. Reabilitasiyasında da təkcə idman hərəkətləri deyil. Onda müxtəlif texnikalar var. Şurot terapiyasından istifadə edirik, nəfəs texnikasından istifadə edirik. Fizioterapiyasında isə əzələlərin qüvvətlənməsində müxtəlif aparat prosedurlarından istifadə edirik. Orada da yenə göstərdiyimiz kimi. Yəni bu qədər. Yaşa bağlı, baxın, bizdə bir yanaşma var. Müəyyən yetkin insanlarda, əgər mən skalyozdan əziyyət çəkirəmsə, buna kifoz da daxildir. Mən indi birazdan kifozun da mənasında morfoloji bir təhlil istəyəcəm, sizin tamaşaçılarımıza tam aydın olsun. Burada yaşa bağlı müalicə yoxdur deyəcək bir yanaşma varmı? Yəni, sənin filan qədər yaş üzərindəsən, artıq edə biləcəyimiz bir şey yoxdur deyə fikir varmı? Çox təəssüf olsun ki, 60 yaş üzərindən bundan əziyyət çəkən insanlarda bir mənalı bir düşüncə, təfəkkür formalaşır ki, məni bundan sonra müalicə olunmağım qeyri-mümkündür və istənilən formada müalicəyə tabi olacaq, artıq bədənimin quruluşu belə yoxdur. Bax, bu nə dərəcədə doğrudur bu yanaşma? İlk öncə belə deyim ki, ümumiyyətlə skalyozun fərqində olduğumuz müddətdə, erkən diaqnoz qoyulduğu müddətdə müalicə olunmağı daha məqsədə uyğundur. Bundan əlavə olaraq skalyoz, kifoz hər yaşda müalicə edilə bilər. Amma bu fərq var bunların arasında. Yəni erkən yaşda müalicə, ağırlıq dərəcəsi məsələsi. Yaş getdikcə çoxaldıqda müalicə edilməsi. Yəni erkən yaşda müalicədə biz daha tez nəticə əldə edə bilirik, daha rahat olur bizim üçün də, pasiyent üçün də. Amma yaş getdikcə, məsələn, ümumiyyətlə 55, 60, 70 yaş ərəfələrində kifozun, skalyozun müalicəsində həm pasiyent üçün ağır olur, yəni ağrılı keçir. Həm də bizim üçün də daha çətin olur. 6 aya, 1 ilə belə nəticə əldə edirik. Amma normal olaraq gənc yaşlarında, yeniyetmə yaşlarında müalicə olunduqda 1-2 kurs nəticəsində, o da yenə skalyozun dərəcəsinə baxır ki, yəni 1-ci dərəcə olduğunda 1-2 kurs müalicəyə yaxşı nəticə əldə edə bilirik 1-2 ay ərzində. Sonra isə uzun müddətdə, amma yenə də sonucda müalicəsi yoxdur deyə anlayış yoxdur. İstənilən yaşda müraciət olunması mütləq və vacibdir. Biz təbii ki, doktor kifoza toxunduq. Kifozun özünün bir morfoloji təhlilini istəyəcəm sizdən. Bu nədir? Bu nədən yaranır? Oturuşumuz, qamətimizi özümüz tənzimləyə bilmirik deyə bunu yaradırıq. Yoxsa dediyimiz kimi onurğada baş verən bir problem, bir ciddi bir pozuntu bizə istər-istəməz bizi bunu yaradacaq deyə. Belə deyə bilərəm ki, buna həm özümüz təsir eləyirik, həm iş rejimimiz, ümumiyyətlə həyat fəaliyyətimiz təsir eləyir, həm də onurğada olan problemlər də kifozun yaranmasına təsir edə bilər. Kifoz ümumiyyətlə nədir? Belə izah edə bilərik ki, onurğanın arxaya doğru gəlməsi ilə döş qəfəsinin qarşıya doğru, çiyinlərin qarşıya doğru gəlməsi nəticəsində yaranan bir fizioterapevtik problem deyək bu formada.
Kifozun da müəyyən qədər dərəcələri var, ağır dərəcələri, təbii ki, ağır dərəcədə əməliyyatlıqdır vəziyyət. Bəli. Yüngül dərəcələrində yenə də fizioterapiya köməyə çata bilər. Biz onun hansı ki ağırlaşmış dərəcəsi var ki, birbaşa həkimlər də onu ciddi göstəriş olaraq cərrahi müdaxiləyə doğru göndərirlər. Bəzən də biz bunu risk edib qorxuruq. Bizdə var axı biraz cərrahi əməliyyat qorxu xofu, amma sonucda bunun da qaçılmaz müalicə yolu məhz oradan keçir. Əslində görün nə qədər ciddi, özündə fəsadları birləşdirən bir xəstəlikdir. Bizim qısa reklam aramız var. Reklam fasiləsindən sonra yenidən müzakirəmiz davam edəcək. Xatırladaq ki, biz bugün skalyoz və kifoz xəstəliyindən danışırıq. Qonağımız isə fizioterapevt, reabilitoloq Ravil Hüseynov, Bioses Tibb Mərkəzinin həkimi. Reklamlar. Reklamlar bitdi. Müzakirəmiz yenidən davam edir. Xatırladaq ki, biz bugün skalyoz və kifoz xəstəliyindən danışırıq. Qonağımız isə Bioses Tibb Mərkəzinin fizioterapevt, reabilitoloq həkimi Ravil Hüseynovdur. Təbii ki, mövzuya keçməzdən öncə verilişimizin baş sponsoruna dərin təşəkkür etmək istəyirəm. Elite Food Company MMC 2002-ci ildən bugünə qədər fəaliyyət göstərir və Best Beef adı altında ət və ət məhsullarının istehsalı ilə məşğuldur. Təbii ki, canlı efirdən və efir media vasitəsilə hansısa bir qidanın sağlam formanı və mesajını vermək özü böyük bir məsuliyyətdir. Yəni, insan özü o qədər güvənərək və özü ondan istifadə edərək zəmanətinə etibar və güvən yaratmalıdır ki, bunu publika qarşısına desin. Ona görə də mən bugün buradan tam əminliklə həmin məhsulların keyfiyyətini və yüksək standartlara tabi olaq formada, gigiyenik qaydalara riayət olunaraq bizim sağlamlığımızı düşünərək fəaliyyət göstərdiyini əminliklə vurğulamaq istəyirəm və gözəl tərəfdaş odur ki, artıq Şərqi Zəngəzur və Qarabağımızın istehlakçılarının artıq ixtiyarına verilib. Best Beef mükəmməl, yüksək səviyyəli, keyfiyyətli bir kalitəyə söykənəcək məhsullar. Sənin seçimin olaraq Best Beef-i seçməyimiz çox düzgün və qərarımız doğru düzgün formada irəliləymiş bir seçimimiz ola bilər. Mən təşəkkür edirəm verilişimizin baş sponsorumuza və müzakirəmiz davam edir. Doktor, biz kifoz xəstəliyinin ümumiyyətlə bir qısaca təhlilini istədik. Sizdən reklama çıxmazdan öncə bu xəstəlik özü nədir? Təbii ki, ciddi məqamlarının hətta cərrahi əməliyyata qədər gedəcək ağırlaşmaların olduğunu dediniz. Aha, bəli. Kifozun ümumi yenə də tərifini vermək istəyərdim ki, onurğanın arxaya doğru əyilməsi nəticəsində döş qəfəsinin və çiyinlərin önə doğru əyilməsi və arxa qrup əzələlərinin zəifləməsi nəticəsində yaranan onurğanın ciddi patologiyalarından biri hesab edilir. Bunun da özünün dərəcələri var. Birinci dərəcəli, ikinci dərəcəli, üçüncü dərəcəli, dördüncü dərəcəli. Hər birinin də aralığı var. Normal olaraq, normal kifoz dediyimiz ortalama götürsək 27 dərəcə və ondan aşağılar kifoz sayılmır. Və bundan yuxarılar isə yavaş-yavaş kifoz vəziyyəti, kifotik vəziyyət və ondan sonra kifoz vəziyyəti yaranır. Yəni, kifotik vəziyyət əzələlərin zəifləməsi nəticəsində yaranır, amma onurğa daha əyilməyib. Amma kifoz vəziyyəti ümumiyyətlə onurğanın əyilməsi və zəif əzələ qrupları ilə birlikdə ümumi patologiyanı təşkil edir. Və bunun da 40 dərəcədən ümumiyyətlə 60 dərəcəyə qədər, 60 dərəcədən yuxarılarını falan müalicə etmək mümkün deyil. Yəni, əməliyyat nəticəsində müalicə olunur, fizioterapiya müalicə etmək mümkün deyil. Doktor, bunun yaranma səbəbi bizdə onurğada alınacaq zədələrə də bağlı ola bilər. Daha çox kifoz deyəndə biz duruş qamətimizin, duruş hərəkəti pozğunluğumuzu, hansı ki onu biz özümüzdə yaratmalıyıq da, istər oturduğumuzdan, istər gəzdiyimiz zaman duruş hərəkətimiz deyəcək bir anlayış var. Bunun mu nəticəsində yaranır, yoxsa onurğada baş verən problem bizdə avtomatik olaraq elə kifozun yaranmasına səbəbdir deyirik? Belə deyim, çox gözəl bir məqama toxundunuz. Onurğada olan hər hansı bir problem nəticəsində də kifoz yarana bilər. Həmçinin duruş vəziyyətimizdən asılı olaraq, iş rejimimizdən asılı olaraq özümüz də bu kifoz vəziyyətini yarada bilərik. Ona görə də yenə də dediyim kimi erkən müdaxilə mütləqdir. Yəni kifoz vəziyyəti yarandıqda kürəkdə falan ağrılar yaranır. Ümumiyyətlə baxırıq vəziyyətə ki, yəni kifotik duruşu var, yavaş-yavaş müalicə alınmağı məqsədə uyğundur. Çünki get-gedə ümumiyyətlə daha böyük problemlərə səbəb ola bilər. Həm də kifoz vəziyyəti yarandıqda ümumiyyətlə nəfəs almada, nəfəs vermədə problemlər yaradır və bunun nəticəsində də insanın başqa orqanları da onun təsiri altına düşür və öz funksiyasını itirməyə başlayır. Ona görə də daha çox
ciddi problemlər arasında yer alır. Bəli. Skolyoz belə deyək də artıq onunla üzləşən insanda mütləq kifoz olacaq deyəcək bir anlayış varmı? Xeyr, elə bir şey yoxdur, amma 99% bizim insanlarda ümumiyyətlə dünya qlobalında baxsaq, skolyoz olan insanlarda kifotik vəziyyət, kifoz problemi də yaranmış olur. Çünki zəif əzələ qrupları onurğanı həm önə əyir, həm də yana əyilməyə vadar edir. Bir də burada azyaşlı bizim uşaqlarımızda çox ciddidir. Bəzən də biz fərqində deyilik. Uşaqlarımızda istər qamət əyriliyi, istər onurğada problem, skolyozun olmasını biz elə birbaşa həkim təyinatı olmadan da üzgüçülüyə qoyulmaqla, ümumiyyətlə idmana qoyulmaqla, müəyyən masaj prosedurlarına yazmaqla ötüb keçər sağalar deyə yanaşırıq. Sizin təbii ki, özünüzün fəaliyyətinizdə çox azyaşlı uşaqlarda yaranan bir problemdir. Bizim bununla bağlı bir video çarxımız da var. Mən efir rejissorundan xahiş eləyəcəm ki, biz onu verək. Azyaşlı qızımızda gedəcək bir problemin müəssisə tərəfindən müalicəsi, bu haqda da danışmağınızı istəyəcəm. Yəni, bəzən də bizdə azyaşlı uşaqlarda bu doğuşdandır, bunun sonradan problemi ümumiyyətlə həll ola bilməz deyə toxunuşlar var, düşüncələr var. Ümumiyyətlə, həmin yaşda dediyiniz kimi erkən diaqnostikanın qoyulması effektiv nəticənin birbaşa aparan yoldur, deyilmi? Bəli, bəli. Tamamilə doğrudur. Yəni, bu gördüyümüz kimi bu pasiyentimizdə ümumiyyətlə yaşı da azdır, elə də çox deyildi. 6 yaş, 7 yaş belə təqribən var idi. Bizə müraciət etdiyində valideyni deyirdi ki, mənim ümumiyyətlə uşağımda skolyoz düzəlmir. Müalicə elətdirirəm, düzəlmir. Müalicə elətdirirəm, düzəlmir. Bunun səbəbi nədir? Mütəxəssis sadəcə onurğanı müalicə eləyib, skolyozu düzəldib, müəyyən qədər skolyotik vəziyyəti aradan qaldırıb və bir neçə aydan sonra yenə də skolyoz vəziyyəti yaranıb. Bunun kökənində, əsasında nə dayanır? Ayaqda olan problem. Yəni, bu, məsələn, ayaqda olan deformasiyalar, valgus, varus desək, pes planus desək, pes cavusu sadalaya bilərik. Yəni, bu problemlər çanaqda olan asimetriyanı yaradır və bunun nəticəsində də skolyoz yaranır. O ayaqdakı problem, deformasiya aradan qaldırılmasa, bu skolyoz demək olar ki, müalicə olunmayacaq. İlk öncə, yəni 5 yaşa qədər desək, pes planusu sərbəst formada, yəni fizioterapiya ilə müalicə etmək mümkündür. 5 yaşdan sonra isə müəyyən balansda saxlamaq olar. Yəni, buna görə ayaqda olan problemi, deformasiyanı, yəni ilkin qaynağını aradan qaldırmaq lazımdır ki, onurğada zaten müalicə ərəfəsində öz yerini alacaq, postür öz yerini alacaqdır. Bəzən də bu ayaq duruşları ki var, doktor, uzanlı vəziyyətdə təbii ki bizdə bu ayaq pəncəmizin topuq nahiyəsindən bunların duruşu əks istiqamətə doğru yönəlməlidir, deyilmi? Yəni, biri düzdürsə, biri də artıq problem. Bu vəziyyətdə, yəni nə daha çox çölə, nə də daha çox içəriyə. Bu nəydən qaynaqlanır? Ümumiyyətlə bizim daxili qrup əzələlərimiz var, bir də xarici qrup əzələlərimiz var. Xarici qrup əzələlərimiz zəiflədikdə, yəni ayaq pəncəsini normal vəziyyətdə saxlaya bilmir. Avtomatik olaraq içəriyə çəkir. Əyilir, əks istiqamət. Eynən, yəni daxildə olan əzələlər də zəiflədikdə xaricə doğru gedir və onu saxlaya bilmir. Əksinə, bu tərəfdə də həmişə bir tərəf zəif olduqda digər tərəf spazmatik bir vəziyyətdə olur. Onu da mobilizasiya texnikası ilə aradan qaldırmaq mümkündür. Bir də bu xəstəliklərin müalicəsində həmin insanların yürüşə ümumiyyətlə birbaşa qadağa qoyulması məsələsi var. Yəni, artıq ayaqlarda, oynaqlarda, pəncə fərq etmir, onurğada belə və yaxud da skolyoz belə deyək, xəstəyini daşıyırsansa, yürüş olmaz, çox hərəkətlilik olmaz. Ümumiyyətlə, bu mexanizm burada doğru bir yanaşmadır. Belə desək, yəni hər şey miqdarında olsa daha yaxşı olar. Çünki idman etmək də əsas skolyozun reabilitasiyasında da, ümumiyyətlə ayaq deformasiyalarında falan da ümumiyyətlə idmanın rolu çox böyükdür. Fizioterapiyadan çox reabilitasiyanın rolu daha çoxdur. 60% reabilitasiyadırsa 40% fizioterapiya oynayır. Amma yəni normasında idman hərəkətlərini həddən artıq etdikdə ümumiyyətlə əzələ qrupları zəifləyəcək və bunun bir effekti olmayacaq. Yenə də idman hərəkətlərini etmədikdə də biz məsələn ümumiyyətlə pasiyentlərə idman verdikdə individual şəkildə idmanlar veririk. Hər idmanı da etmək olmaz. Çünki məsələn pasiyentdə skolyoz vəziyyətindən əlavə olaraq lordotik vəziyyət, lordoz vəziyyəti də yarana bilər. Həmin idman pasiyentin skolyozunu düzəldə bildiyi halda lordozunu artıra bilər. Ona görə də individual şəkildə vermək lazımdır və bu məşqlər müalicə ərəfəsində davam etdiyi ərəfədə də paralel olaraq evdə də edilməyi məqsədə uyğundur. Amma yenə də sonucda həkim nəzarəti və onun tövsiyəsi üzərindən hərəkət etmək lazımdır. Lordoz düzləşməsinə toxundunuz, doktor. Lordoz nə zaman düzləşir? Ümumiyyətlə, biz bilirik ki, lordozda düzləşmə yoxdur. Burada müəyyən bir əyilmə istiqaməti var ki, bəzən də biz
çoxumuz elə bunun düz olmasını bilirmiş. Amma əslində düz olması özü bir ciddi bir fəsadın göstəricisidir. Bəli, bəli. Ümumiyyətlə belə götürsək, onurğamız düz deyildir. Yəni kifotik vəziyyətimiz də vardır normal olaraq, lordotik vəziyyətimiz də vardır. Lordozun da normal olaraq dərəcəsi belə 30-40 arasında dəyişir. Həm boyun nahiyəmizdə var, həm də bel nahiyəsində də çuxur formasında vardır. Lordoz necə əmələ gəlir? Yenə də onurğa ətrafında olan multifidus kasları dediyimiz, əzələlər dediyimiz elektrospinaların öz fəaliyyətini zəiflətməsi nəticəsində onurğanın içə doğru çökməsi nəticəsində, yəni içə doğru getməsi nəticəsində yaranır və artır. Və bu da insanlara ümumi problem yaradır və iş rejimindən də asılıdır bunlar, idman hərəkətlərindən də asılıdır. Bəzən idmançılar olur ki, deyir mən idmanla məşğulam, amma lordozum keçmir. Bunun səbəbi odur ki, sən düzgün idmanı etmirsən. Yəni sənə lazım olan, individual şəkildə olan idmanı yerinə yetirmirsən. Yanlış idmanı edirsən ki, bu problemlər səndə daha çox artır. Doktor, burada artıq çəkinin özünü göstərməsi var mı? Artıq çəkinin də əsasən, mən o mövzuya da toxunacaqdım, artıq çəkinin də obezlik dedikdə ümumiyyətlə artıq çəkinin də lordoza çox böyük təsiri vardır. Məsələn, elə insanlar olur ki, kütləsi daha çoxdur və bunlarda lordozun artmağı normal insana nəzərən daha çoxdur. Hamilə qadınlarda məsələn bunlar baş verə bilər, kütləsi daha çox olan insanlarda baş verə bilər. Ümumiyyətlə, yenə də dediyim kimi, hər şeyin əsasında duruş pozğunluğu dayanır. Yəni, özümüzü normal dik vəziyyətdə saxlaya bilsək, bu problemlər bizdə yaranmayacaq. Normal duruş hərəkətimiz necə olmalıdır? Amma biz əslində bəlkə də onu bilmirik. Qamət dikliyi və düzlüyünü özümüz necə yaratmalıyıq? Bu, hansı yaşdan övladımızda hansı form, nəyi tətbiq etməliyik ki, baxın, bunlara doğru meyillik getməsin, doktor? Belə deyim, ümumiyyətlə, yəni insan doğulduğu haldan kifotik vəziyyətdə doğulur və zaman keçdikcə bunun digər bir əyrilikləri, lordotik vəziyyəti falan, boyunda falan lordotik vəziyyət yaranır. Bunlar zaman keçdikcə yaranır və bunlar tamamlandıqdan sonra insan mütəmadi olaraq özünü dik saxlamağı bacarmalıdır və buna uyğun məşqlər eləməlidir. İş rejimindən asılı olaraq bəzi insanlar olur, kompüter arxasında otururlar, kifozları daha çox artır və yaxud bellərini daha çox qabağa bu formada verirlər kütlədən asılı olaraq. Yəni, kütlənin nizamda saxlamaq, ümumiyyətlə idman hərəkətlərini etmək daha məqsədə uyğundur ki, heç o qədər də fizioterapiyaya ehtiyac qalmasın. Amma yenə də həmin yaş dönəmində övladlarımızın da müəyyən bir anatomik quruluşumuzun yaşı var ki, idmana onlar artıq uyğundular, deyilmi? 5-6 yaşlı uşaqları həmin idmana qoyulması özü də ağırlıq dərəcəsini qaldırması da yenə dediyim kimi, individual şəkildə hər kəsə idmanlar verilir. Bizdə çünki dünən elə travmatoloq cərrahımız da qonaq olarkən mən sual verdim ki, bəzən idman zallarına gedib yazılmalar, heç onlarda hansı xəstəlikdən bir əziyyət çəkməsi soruşulmadan, ümumiyyətlə bunlara idmanla məşğul olarmı deyəcək bir sorğu olmadan da çox ciddi xəstəliklər, hətta həyatı təhlükəyə qədər gəlib çatır. Amma yenə də bizim bu sahə bəlkə də yeganə sahədir ki, doğru bildiyimiz yanlışlar çoxdur, doktor. Və burada sadəcə fizioterapiya və reabilitasiya deyəndə burada nədənsə masaj prosedurları düşünülməsin. Bu komple bir müalicədir və yaşdan asılı olmayaraq təbii ki, ağırlıq dərəcəsinə görə müalicə olunandır. Ümumiyyətlə, gecikmiş bir dönəm var, edə biləcəyimiz bir şey yoxdur dediyimiz bir tərəf varmı? Gecikmiş dönəm vardır. Yəni, yenə də yaşdan asılı olaraq, yaş çox olduqda biz bunun müalicəsi yenə də çətin baş verir. Bəzən bizə müraciət edən pasiyentlər arasında olur ki, belə deyim, 60-65 yaşında yaşlı bir insan, qadın, kişi fərq eləmir. Bizə müraciət edir ki, mənim kifozumu düzəldin və yaxud skalyozumu aradan qaldırın. Bu çox çətin vəziyyətdir. Biz orada sadəcə zəifləmiş əzələ qruplarını düzəldə bilərik, ağrıları aradan götürə bilərik və onurğanda müəyyən qədər düzəldə bilərik. Yəni, tam-tamına düzəlməsi yaş getdikcə, həddən artıq 60-da, 70-də falan bu çox çətindir. Bir də bir neçə başqa, belə deyək də, artıq xəstəliklər önündə əməliyyata girməzdən öncə bu travmatik zərbələrdən də ola bilər, travma zədələrində ola bilər, sümük oynaq əyriliklərində də ola bilər. Əməliyyat öncəsi və əməliyyat sonrası fizioterapiyalar var, deyilmi? Bu əməliyyat öncəsi olacaq anlayış bizə bəzən çox yaddır. Bəzən deyirlər, əgər mən əməliyyata girirəmsə, niyə mən əməliyyat öncəsi fizioterapiya prosedurlar keçirim? Yəni, belə deyim, ümumiyyətlə əməliyyat prosesinin daha da normal vəziyyətə gəlməsi üçün, əməliyyat prosesini həyata keçirməyin daha yaxşı formada olması üçün, yəni fizioterapiyanı ilk qəbul edirlər bəzən, ondan sonra əməliyyata daxil olurlar və
bəzən olur ki, əməliyyata daxil olduqdan sonra da yenə də reabilitasiya lazım olur. Və təbii ki, bu mütləqdir, 99% belədir ki, reabilitasiya olmalıdır ki, orada olan zəif əzələ qrupları güclənsin, kontrakturalar yaranır, o kontrakturalar aradan yavaş-yavaş qaldırılsın və bunlar mütləqdir ki, olmalıdır. Bu, yəni demək olar ki, bədənin psixoloji hazırlığıdırmı? Yəni bir növ elə düşünə bilərik ki, bədəni hazırlayırıq, yəni əməliyyata. Amma o həmin biz aşkarlanıb artıq elm də sübut edib ki, həmin dönəmdə məhz əməliyyat öncəsi keçirilən fizioterapiya prosedurlardan əməliyyat daha çox uğurlu alınır. Yəni artıq onların bədəni ona hazırlıq prosesi görür. Və başqa bir xəstəliklərin fonunda, məsələn, götürsək bir neçə başqa ciddi xəstəliklər var. Daha çox insanların əllərində olacaq barmaqların geri qayıtması var ki, bunu da bəzən də bizdə revmatoloqlar revmatid artritlə bağlayırlar. Ümumiyyətlə bunları da fizioterapevt hərəkətlərlə və prosedurlarla bərpa etməyi düşünürlər. İndi burada rol ümumiyyətlə varmı? Burada bir xidmət varmı? Yenə də dediyim kimi, bunun da dərəcələri vardır. Oynaq məsələn. Bu haqda, bu özü əslində çox həssas bir məsələdir. Bizim reklam fasiləmiz var. Fasilədən sonra bu haqda danışmağınızı xahiş edəcəm, doktor. Bizim qısa reklam aramız. Reklamdan sonra yenidən buradayıq. Xatırladaq ki, biz bugün skalyoz və kifoz xəstəliklərindən danışırıq. Qonağımız isə fizioterapevt, reabilitoloq Ravil Hüseynovdur. Reklamlar. Reklamlar bitdi, müzakirəmiz yenidən davam edir. Doktor, biz reklam öncəsi də barmaqların geri qatlanması, təbii ki, burada bir neçə istiqamət ola bilər. Geri qatlanış da ola bilər, sağa və doğru da əks istiqamət alması ola bilər. Burada da revmatid artrit olaraq diaqnoz qoyur, amma yenə də bu tək diaqnoz olmur, başqa xəstəliklər fonundadır. Burada da fizioterapiyanın rolu var. Fizioterapiyanın təbii ki, burada da rolu var. O deməkdir ki, məsələn, oynaqlarda yaranan artrit, artroz zamanı qığırdaq toxumasının degenerasiyası baş verir və bu da məsələn yüngül dərəcələrdə birinci, bunun da yenə 4 dərəcəsi vardır. Birinci dərəcəli, ikinci dərəcəli, 3 və 4. Yenə də 4-cü dərəcə artıq əməliyyatlıq vəziyyət sayılır. İlk 3 dərəcədə isə fizioterapiyanın rolu böyükdür. Zəifləmiş əzələ qruplarını gücləndirmək, burada oynaq hərəkət açıqlığını bərpa etməyə kömək edir, ümumiyyətlə relaksasiyanı təmin edir. Belə nəzərə alsaq, yəni fizioterapiyanın rolu daha çoxdur burada. Amma artıq əməliyyat vəziyyətinə gəldikdə, orada fizioterapiyanın rolu elə də çox deyil. Sadəcə azalda bilərik müəyyən ağrıları, ətrafda olan şiddətli ağrıları, spazmları sadəcə azalda bilərik. Və ödəmi falan götürə bilirik, amma yenə də köklü müalicə gedilmir. Bəlkə də fizioterapiya yeganə sahədir ki, həm özünə məxsus xəstəliklərin müalicə və terapiyası var, həm də başqa xəstəliklərin burada çox önəmli fizioterapevtik və reabilitasiya gedişatları var. Sizdə revmatoloqlarla sıx çalışmalar, osteopat revmatoloqlarla sıx çalışmalar var, cərrah travmatoloqlarla var. Yəni revmatoloji xəstəliklər qrupuna aid olan artritdir, artrozdur, bunlarla işləyirsiniz və bir də travmatoloqlarda sınıqlar zamanı işləyirik, oynaq sınması zamanı, ümumiyyətlə fəqərələrdə də bəzən sınmalar olur. Bunun da sonrasında reabilitasiya lazım olur. Yəni bunlarla da işləyirik ki, oynaq, əsasən burada işləməyimizin səbəbi odur ki, müəyyən kontraktura yaranır sınıqdan sonra barmaqda və yaxud hər hansı bir oynağınızda və yaxud sınma zamanı bükmə, açmada məhdudiyyət yaranır. Bunu aradan qaldırmaq üçün fizioterapiyadan çox burada reabilitasiyanın önəmi daha çoxdur və bunun üçün də yəni idman hərəkətləri individual şəkildə yenə də olmalıdır. Yəni hər idman hərəkətini etmək olmaz ki, daha böyük bir problemə yol açmasın. Bizim təbii ki, bu xəstəliyin kökündə və sizin də bu peşə fəaliyyətində əsas burada aparıcı struktur bizim onurğamızdır. Təbii ki, bunun verdiyi problemdə yaratdığı bu skalyoz, kifozdan danışır. Ümumiyyətlə, bilmədiyimiz başqa hansı bir onun yaratdığı problem varmı ki, biz bugün onu mütləq qabartmalıyıq? Belə bir şey deyə bilərəm ki, yəni onurğada əsas əyrilikləri nəzərə almadıqda başqa problemlər də vardır ki, bunlardan da birincisi, ilk yerdə duran qlobal problemimiz olan disk yırtığıdır. Disk yırtığı və protruziya. Yəni bunlar da skalyoza yol aça bilər, kifoza yol aça bilərlər. Disk yırtığı ümumiyyətlə nədir? Onurğamız fəqərələrdən təşkil olunub və fəqərələr arasında disk vardır.
Bu diskin daxilində nukleus pulposus və annulus fibrosis ilə əhatələnib və bunun yırtılması nəticəsində medulla spinalisdə keçən sinirləri sıxır bu yırtıq. Sinirin sıxılması nəticəsində də əzələlərdə spazm yaranır və həm əzələ ağrısı, həm də sinirsel bir ağrı verir pasiyentə. Burada disk yırtığının ölçüsü önəmli deyil. Diskin sadəcə yırtılmasında sinirə olan baskısı önəmlidir. Yəni sinirə nə qədər çox baskı verilir. Bəzən bizə gələn pasiyentlərdən olur ki, 2 millim disk yırtığı olur, amma sinirə baskısı çoxdur. Ağrı verir, uyuşma verir, hətta artıq heç yeriyə bilmədiyi vəziyyətlər də olur. Bəzən olur ki, 7-8 millim yırtıqla gəlir, sinirə olan baskısı olmadığı üçün və yaxud az olduğu üçün uyuşma falan olur sadəcə. Yəni yüngül ağrılarla baş verir və bu ağrılar da olduqda bizim bədən quruluşumuz elə yaradılıb ki, ağrı olduqda həmin ağrı istiqamətinə əyilirik və bu əyilmə nəticəsində də onurğamızda yenidən də əzəllər zəifləyir, onurğamız əyilir, bax toxumaları zəifləyir. Doktor, ola bilərmi ki, bizim onurğamızda ciddi bir problem var, amma orada ağrı yoxdur, ağrı yansıyır bizim aşağı nahiyələrə, ayağımıza, topuğumuza. Biz də orada başlayırıq ayaq topuqda müalicələr etməyə, amma kök yenə də bu, yəni səssiz, sakit gedən onurğada olancaq bir problemlər varmı? Bəli, elə problemlər də ola bilər. Yəni elə disk yırtığı da bu dediyimiz problemlər arasındadır. Bəzən olur ki, beldə disk yırtığı var, amma bel nahiyəsinə ağrı vermir, ayaq nahiyələrinə verir. Bunu da tam dəqiq öyrənmək üçün görüntülənmə üsullarından, MRT-dən, KT-dən falan istifadə edirik. Orada açıq-aşkar ölçülər göstərilir və disk yırtığında, protruziyanda özünə məxsus olan testləri var ki, biz də müayinə ərəfəsində o testləri həyata keçiririk və hansı nahiyədə yaranır problem, onu aşkar edə bilirik. Təbii ki, yenə də sonucda mütəxəssisə müraciət etmək və bu işini bilən insanların təbii ki, öhdəsindən gələ biləcək bir işdir. Çox təhlükəlidir. Yəni, burada bilinməyən naşı insanların toxunuşu belə insana çox ciddi problemlər yarada bilər. Sonda, doktor, biz tamaşaçılara sağlam mesaj olaraq, yəni əslində sağlam qamətimizin, sağlam duruş hərəkəti sistemimizi formalaşdırmaq üçün nələr etməliyik? Təbii ki, bizim öhdəmizə düşən məsələlərdən gedir, amma tibbi göstəricilər tamam da. Nə zaman, əgər məndə bugün ağrı yoxdursa, çox rahatamsa, bu anlama gəlmir ki, mən yoxlanışa getməməliyəm. Deyilmi? Profilaktik müayinə, yoxlanışlar. Təbii ki, yəni, profilaktik müayinə çox vacibdir. Yəni, skalyoz oldu, olmadı, ümumiyyətlə müalicəyə gəlmək lazımdır. Çünki ola bilər ki, insanda skoliotik bir vəziyyət yaransın və müalicəyə gəlməsin ki, ay olmayacaq falan filan, belə bir şey yoxdur. Yəni, həkim nəzarəti altında, ümumiyyətlə fizioterapevtin nəzarəti altında olmaq lazımdır və pasiyentə də ümumiyyətlə müraciət edən şəxsə də individual şəkildə məşqlər verilir ki, yüngül formada bunları edərək balansda saxlamaq mümkündür. Amma mən belə bir şey təklif edərdim ki, ümumiyyətlə fizioterapiya demək olar ki, zərərsiz bir müalicədir. Yəni, onun düzgün metodlarla istifadə etdikdə zərəri demək olar ki, yoxdur. Yəni, bir sağlam insanda normal bir il ərzində bir dəfə, 2 dəfə fizioterapiyadan keçməyi məqsədə uyğundur. Yəni, bunun yaşa bağlılığı yoxdur. Biz uşaqlarımızı neçə yaşdan yoxlanış aparaq ki, bunlarda onurğasında, istər gələcəkdə sadradığımız ciddi xəstəliklər yaranmasın deyə. Yenə də dediyim kimi vurğulayıram, məsələn, Pes-Planus xəstəliyindən danışmışdıq, problemindən danışmışdıq. 5 yaşa qədər biz fizioterapiya ilə orada yüksək nəticə əldə edə bilirik. Ona görə də yəni 5 yaşdan aşağı, 3 yaşda, 2 yaşda belə, yəni yenə də fizioterapevtin nəzarəti altında qalmaq lazımdır ki, ayaqlarında başqa problem varmı? Problem varsa bu onurğasına da ümumiyyətlə təsir edəcək. Ona görə də onun yaş məhdudiyyəti dedikdə, yəni ümumiyyətlə aşağı dönəmlərdən başlamaq lazımdır. Yəni 10 yaşdan yuxarı deyim, 15 yaşdan yuxarı deyim. Çünki hər kəs fərdidir, yəni individual şəkildə yanaşmaq lazımdır. Bir də bizdə daha çox həssas məsələ, ona çox xahiş edəcəm, toxunaq ki, cərrahi əməliyyatdan sonra fizioterapiya və reabilitasiyaya çox önəm vermirik. Yəni əməliyyat oldu, bitdi, keçdi, bundan sonra nə istəsəm, bəzən var ya, qidanın belə pəhrizir. Həkimlər hər zaman deyir, daha çox kardioloqların həssas yeridir, deyir, biz əməliyyata o qədər narahatçılıq keçirtmirik. Əməliyyatdan sonraki pəhriz məsələsi ki var, bizim ən yaralı yerimizdir. Baxın, bəzi ciddi əməliyyatdan sonra bunlar birbaşa göstərici var fizioterapiya və reabilitasiya olunmağa, amma biz bunu çox bəsidə alırıq. Yəni, əməliyyat oldusa bitdi. Bunu xüsusi vurğulanmağınızı istəyəcəm. Sonda artıq bizim çox az sayıda dəqiqələrimiz qaldı ki, bunu vacibə salsınlar və elə əməliyyatlar var ki, mütləq fizioterapiyadan keçirməlidir. Təbii ki, bəli.
bunlar yəni olunmalıdır. Belə deyim, ümumiyyətlə əməliyyat sonrasında, travmatoloji bir əməliyyat sonrasında bəzən pasiyentlər olur ki, əməliyyat elədim, ay ümumiyyətlə nəzarət altında saxlamayım. Disk yırtığından misal çəksək, məsələn, gedim yük götürüm falan bir şey olmayacaq. Yəni əməliyyat da bir yerə qədərdir. Sən gedib yenidən yükü qaldırsan falan, bu yenə də səndə problem yaradacaq. Ona görə də normal məşqlər, normal istirahət də, yəni öz yerində, ümumiyyətlə başqa bir problemlərə də toxunmalı olsaq, travmatoloji bir problemlərdə məsələn kontraktura yaranır, mütləq şəkildə reabilitasiya lazımdır, olunmalıdır. Çünki məsələn biz erkən dövrdə reabilitasiyaya başlasaq, bizim işimiz də, pasiyentin işi də daha rahat olur, daha rahat nəticə əldə edirik. Amma gec olduqda artıq bir məhdudiyyət yaranır. Məsələn, dirsək sınığı zamanı kontraktura yaranır və biz reabilitasiya ilə onu yavaş-yavaş açmaq istəyirik. Buna erkən zamanda müdaxilə etsək daha məqsədə uyğundur. Zaman keçdikcə təbii ki, problem daha da böyüyəcək və ağrılar da şiddətlənəcək təbii ki, öz yerində. Ona görə də vaxtında müdaxilə mütləqdir. Nə qədər müddət sizdə məsələn götürmüş konkret bir müddət varmı ki, fizioterapevtik belə deyək, əməliyyat öncəsi bu qədər zaman bizə yetir və yaxud da əməliyyat sonrası bizə bu qədər zaman yetir? O belə deyim, ümumiyyətlə hər bir şəxsə yenə dediyim kimi individual şəkildə olur. Yəni bir pasiyentə məsələn 15 günə nəticə əldə ediriksə, elə pasiyent olur ki, 3 aya nəticə əldə edirik. Yəni individual şəkildə orqanizmin özündən asılıdır, təbii ki, düzgün müalicə ilə. Düzgün müalicəni də təbii ki, biz hər zaman deyirik ki, düzgün peşəkar insanlar. Bayaq mən sizə bir məsələ ilə bağlı da sual verdim. Doktor, əgər toxunuşlar var ki, istər masaj prosedurları, fizioterapevtik prosedurları, insanların özünü yoxlanış edilmədən fizioterapevt həkimlər tərəfindən götürülməsi. Təbii ki, indi bunu həkim heç bir zaman götürməz, onu müayinə edərək götürür. Mən normalda sizə müraciət etmişəm və siz mənim orqanizmdə gedən bütün ola bilər gizlin fəsadı və xəstəliyi aşkarlanmadan prosedura alınma deyəcək bir yanaşma varmı? Xeyr, bu tamamilə yanlışdır. İlk öncə bütün orqanlarda, ümumiyyətlə bütün həyatı boyunda baş verən problemləri öyrənmək lazımdır. Kartiçkasında da falan olur. Ümumiyyətlə biz pasiyentlərə baxırıq ki, nə problemləri var, əvvəldə nə yaşamısınız, bu problem sizdə nə zaman yaranır, nəyin nəticəsində yaranır, mütləq şəkildə anamnez toplanmağı məqsədə uyğundur və bundan sonra da bunun ardınca daha düzgün protokol tərtib edə bilirik. Bəzən olur ki, pasiyent bizə yanlış diaqnoz, yəni ümumiyyətlə yanlış problemlərindən bəhs edir ki, yəni məsələn məndə bu yoxdur, filan problem yoxdur və biz onun üstündən düzgün müalicə tətbiq edə bilmərik. Ona görə də hər şeyi ətraflı digər həkimlərlə də əlaqədə olmalıyıq ki, yəni onlardan da məlumat toplayaq, nə kimi problemləri var, pasiyent bizə doğru mu deyir, yanlış mı deyir, bunları nəzərə alaraq fizioterapevtik müalicəni tətbiq etməyimiz daha məqsədə uyğundur. Yoxlanış edilmədən bu prosedurlara götürüləndən sonra verəcək fəsadlar hansı ciddi təhlükə ilə rastlaşa bilərik, doktor? Belə deyim, ümumiyyətlə bəzən pasiyentlər bizə müraciət etdikdə zobla müraciət edirlər, zob xəstəliyi olur, kistalar falan olur. Yəni bunları nəzərə almasa biz bunlara istilik prosedurları tətbiq etməyimiz doğru deyil. Bunlarda ciddi problemlər yaradar. Ən əfsuslu çox həssas bir yerə toxundunuz. Bizim qadınlarımızda genetik problemlər var ki, mütləq yoxlanmalıdır. Hətta bu dünya praktikası da göstərdi ki, manual terapiyada xüsusi yoxlanış olmalıdır ki, onların həyatı təhlükəsinə qədər hətta sürətli qanaxmaların belə baş verməsi var ki, həmin anda geri dönüş belə özü çətinlik yaradır. Ona görə də sizin məhz peşəkar insanların dilindən bunu istəyirəm bir mesaj olaraq verək ki, burada ciddi yanaşmalar və müayinələr lazımdır. Mütləq şəkildə bunların hamısı olmalıdır. Çünki ciddi fəsadlara yarada bilər. Ümumiyyətlə, məsələn, biz boyun nahiyəsinə nəyisə tətbiq ediriksə, onda baş ağrıları şiddətlənə bilər, boyun ağrıları şiddətlənə bilər. Bizim müalicə etdiyimiz xəstəliyin belə problemi arta bilər, yəni o dərəcəyə qədər. Ona görə də ətraflı müayinə eləmək lazımdır ki, müalicəni də düzgün tətbiq edə bilək. Bəli, çox doğru vurğuladınız. Çünki burada istivanaların qəbulundan da söhbət gedə bilər. İnsan daxili orqanlarında bir neçə ciddi xəstəlik ola bilər ki, fəsad verə bilər. Yəni əslində çox elmi biliyə söykənəcək və praktik təcrübəni özündə formalaşdıracaq bir sahədir ki, buna mütləq müraciət etməliyik, o sözsüz. Amma bunu öncədən həkim əgər sizi yoxlanışa göndərmədən bu prosedurlara alırsa, demək ki, bu düzgün yanaşma deyil. Doktor, mən sizə dərin təşəkkür edirəm. Çox sağ olun. O dəyərli zamanınızı ayırıb bugün bizi və insanları bilgiləndirdiyiniz üçün. Təbii ki, işin bilicisi və bu qədər xəstəliklərin xırdalıqla danışması bugün proqram çərçivəsində yetməyə də bilər.
bilər. Çox geniş Təbii bir ki, sahəni çox özündə böyükdür. birləşdirən bir sahədir fizioterapiya, ya reabilitasiya özü. Sadəcə biz bir toxunuşlar etdik, skalyoz, kifoz haqqında ümumiyyətlə onun ətrafında baş verən xəstəliklərdən danışdıq. Amma sonucda yenə də gəldiyimiz qənaət birdir ki, əgər özümüzdə narahatçılıq hiss ediriksə, övladımızda bədənin anatomik quruluşunda əks istiqamətə doğru gedişatlar görürüksə, demək ki, artıq burada həkimə müraciət etmək zamanıdır. Bizim körtəbii masaj prosedurları, müəyyən kremlərin istifadəsi, isti vannalar, parlarla bunlar ümumiyyətlə əks göstəricidir. Ona görə də zamanında doğru, düzgün mütəxəssis, hər zaman deyirəm, doktor, düzgün müayinə və düzgün diaqnoz o effektiv nəticənin tam yarısıdır demək olar ki, çünki biz nə baş verdiyimizi öz bədənimizdə bilməliyik, bilməyə haqqımız var deyə düzgün ünvanlar. Bugün qonağımız Biosez Tibb Mərkəzinin fizioterapevt və reabilitoloqu doktor Ravil Hüseynova idi. Sonda isə mənim təşəkkürlərim olacaq. Verilişimizin baş sponsoru Best Beef ət və ət məhsullarına dərin təşəkkür edirik bizimlə əməkdaşlıq etdiyiniz üçün və insanların sağlam qida ilə bağlı məsuliyyətini önərlədiyiniz üçün. Əslində etibar və güvən çox böyük bir şeydir. Mən hər zaman vurğularam, bütün münasibətlərdə və bütün çalışdığımız sahələrdə əgər etibar və güvəni yarada bilmiriksə, demək biz heç bir şey edə bilmirik. Bizim informasiya dəstəkçimiz Ajans Az Xəbər portalı saytına bizim məhz proqramımızın demək olar ki, bütün yayımını öz üzərinə götürdüyünə görə Tural Musayev başda olmaqla gözəl kollektivə dərin təşəkkürümü eldirəm. Bugünkü geyimə görə isə Bakının dəbli və zövqlü xanımların geyimini özündə birləşdirən mağazalar şəbəkəsi olan Parti mağazalar şəbəkəsinə dərin təşəkkürümü bildirirəm. Bakının demək olar ki, bütün ərazi və bölgələrində filialları mövcuddur. İnsanların, xanımların daha doğrusu dəbli və zövqlü geyimlərinin təminatını verdiyiniz üçün də sizə dərin təşəkkür edirik. Bugünlük bu qədər. Həftə bitdi. Hər birimizə gözəl, xoş həftə sonu, sağlam can və sağlam ruh arzulayırıq. Gələn həftə eyni saatda fərqli mövzu ilə görüşmək ümidi ilə salamat qalın.